Allah Resulü sallallahu aleyhi ve sellem vida xutbəsində demişdir: qadınları sizə əmanət edirəm, sizə tapşırıram. Çünki onlar sizin yanınızda olan əsirlərdir. Vallahi ki, qardaşlar, onlar əsirlərdir. Necə ki, elm əhlindən biri deyir ki, onlar qonşunun bostanında yetişdi. O qonşu onu göz yaşlarıyla və sevinci ilə suvardı, çiçəkləndi, ləçəklərini və onun yarpaqlarını üfürə-üfürə. Sonra gəldi bir vəhşinin evinə. Ləçəklərini bir-bir qopardır və yarpaqlarını cızır. Üstəlik, hərdən gülün qönçənin təpəsindən də vurur. Halbuki bizdən heç birimiz öz qızı üçün bunu arzulamazdı. Və bilsəydi ki, onun qızının başına belə şeylər gəlir, elə həmin anda da ürəyi partlayıb ölərdi. Və qardaşlara, hamımıza nəsihət edib deyirəm ki, qadınlar üçün Allahdan qorxun, Allah Subhanahu Taala'dan qorxun, nəfslərinizi hesaba çəkin və yaxşı işlər görmək üçün bir-birinizlə yarışın. Pislik edərək bir-birinizlə yarışmayın, yaxşılıq edərək bir-birinizlə yarışın.